Rəngin altında yapılmışlar. Heç birisi ustalar ya əlmə, ya da stanokla vura bilmir. Çünki onun tərkibi yağ əsası deyil, kətan yağ olmalı əsası, və yaxud da ki, sintetik müalicə əsası olmalı, və yaxud da ki, sintetik müalicə olmalı. Çünki bu olmasa, yayılma qabiliyyəti olunur, ustalar ona əziyyət çəkir. Xahiş edərim ki, o haqqılar demişdim, o demək istəyəm, o idarə gedəndə də deyəcəm, bu məsələnin hələ olursun. Çünki bu belə olur. Bu, sizin fikrinizə əlavə olaraq bir şey bilmək istəyirəm. Bu fikrinizi siz Simralada edilmişdiniz. Biz Simralı bu ayın əvvəli bizim texnologiyamız sırf İtaliyaya bu məsələyə götürülmədik ki, orada bizim texnologların və ustaların problemləri var. Onlar ona bir həll yolu axtarıb və gəlirlər ki, burada bir dənə bir sahədə siz fark etdiniz və həmin məhsulları yollayıb problem ya bizdədir, ya uyguladığındadır, ya onlardadır. Güzel yaxında Because Simral came 2 weeks ago in Italy in order to fix this issue, and we are developing some solution that in a short time was doing. This is for sure. But I mean, I'm very sorry because I don't speak your language, so I couldn't follow all the discussion. But for me, it's a big pleasure also if later or in the next days we can continue the discussion in order to propose them a new solution. Because of course, it's not easy to find immediately the right system to apply, because there are different kinds of wood, there are different kinds of applications. For example, speaking about stain, we have wiping, we have spray plus wiping, there are different kinds of applications. So it could be very interesting to share information in order to give them the best proposal we have, like in this case also. İki həftə öncə dedik ki, Simralova gəldə orada saatlarla müzakirə eləmişik və onun üzərində hal-hazırda çalışırıq. Yəqin ki, yaxın bir həftə, 2 həftə ərzində sizə tam həmin məhsul nümunələri ilə və dəqiq cavablarla qarşısına çıxacaq. Thank you.